Belə estetik limonlu keksi inanmıram bəyənməyəsiz. Həm biraz turş, həm ətirli, həm də boyatdan resept axtarırdım. Mikserdə lazımınız olmayacaq. Sadəcə ərzaqları mən etdiyim ardıcılıqla qatın ki, nəticə eyni alınsın. Limonun üst sarı hissəsini sürtkəcin narın gözündən keçirirəm. Çalışın ağ hissəsinə keçməyəsiz. Sonra suyunu sıxıram. Əvvəlcə şəkər pudrası ilə kərə yağını qarışdırıram. Sonra az-az bitki yağını əlavə edirəm. Ardıca yumurtaları qatıram. Limon suyunu da töküb onu əlavə edirəm. Ən sonda südü xəmirə az-az qatıb həll edirəm. Keks qabını əvvəl yağlayıb sonra unlayıram. Qabları isə Trendyoldan sifariş eləmişəm. Qətiyyən yapışdırmır. Yolması da çox rahatdır. Linkini Trendyol səhifəsindən tapa bilərsiniz. Mən 2 pors elədim. Ona görə də xəmiri 2 yerə böldüm. Resepti isə 1 pors üçün yazmışam. 170 dərəcə sobada bişirirəm. Üzərinə isə qatı formada frosting hazırlayıram. Şəkər pudrası və südü qarışdırıram. Diqqət edin ki, keksiniz tam soyusun. Əslində sadə keks olacaqdı. Sadəcə mənə qəfildən ideyalar gəlir. Qida boyası ilə biraz rəssamlıq edirəm. Limonu çox sevirəm. Çox unikal meyvədir. Şirniyyat, salatlar, marinad, hətta gündəlik təmizlikdə də istifadə edirəm. Bəs siz də mənim kimi hər bazarlıqda çoxlu limonlar alırsınız?